Efeslərə məktub 5-ci fəsil. Beləliklə, sevimli övladlar kimi Allahdan nümunə götürün. Məsih bizi necə sevdisə, özünü bizim üçün Allahın xoşuna gələn ətirli təqdim və qurban olaraq fəda elədisə, siz də məhəbbətdə elə həyat sürün. Əxlaqsızlığın, hər cür murdarlığın və yaxud tamahkarlığın adı belə aranızda çəkilməsin. Çünki bunlar müqəddəslərə yaraşmaz. Ədəbsizlik, boşboğazlıq və yaxud kobud zarafat da olmasın. Bunlar sizə yaramaz. Bunun əvəzində qoy şükür olsun. Əlbəttə bilirsiniz ki, heç bir əxlaqsız, murdar, yaxud bütpərəstə tay olan tamahkar adam Məsihin və Allahın padşahlığında irsə malik olmayacaq. Nurda gəzin. Qoy heç kim sizi boş sözlərlə aldatmasın. Bu şeylərə görə Allahın qəzəbi itayətsiz adamların üzərinə gəlir. Buna görə də onların şəriki olmayın. Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursuz. Ona görə də nur övladları kimi həyat sürün. Çünki nurun bəhrəsi hər cür yaxşılıqda, salihlikdə və həqiqətdə görülür. Rəbbi razı salan şeyləri ayırd eləyin. Qaranlığın səmərəsiz əməllərinə şərik olmayın, əksinə bunları ifşa eləyin. Belə ki, qaranlıqdakıların gizlicə elədikləri şeyləri söyləmək də ayıbdır. Nurun ifşa elədiyi hər şey aşkardır. Bu cür nə aşkara çıxırsa, özü də nur olur. Buna görə belə deyilir. Ey yatan, oyan və ölülər arasından diril, Məsih sənin üzərinə nur saçacaq. Beləliklə həyat tərzinizə ciddi diqqət yetirin. Müdriklikdən məhrum olanlar kimi deyil, müdriklər kimi həyat sürün. Hər fürsətdən istifadə eləyin, çünki günlər şərdir. Buna görə ağılsız olmayın, Rəbbin iradəsini dərk eləyin. Şərabdan sərxoş olmayın, bu sizi mənəviyyatsızlığa aparır. Bunun əvəzinə ruhla dolun. Bir-birinizə məzmurlar, ilahilər və ruhani nəğmələr oxuyun. Rəbbə ürəkdən nəğmələr çalıb oxuyun. Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükr eləyin. Evdə olan münasibətlər. Məsih qorxusu ilə bir-birinizə tabi olun. Ey qadınlar, Rəbbə tabi olduğunuz kimi ərlərinizə tabi olun. Çünki bədənin xilaskarı olan Məsih imanlılar cəmiyyətinin başı olduğu kimi ər də arvadının başıdır. Ona görə cəmiyyət Məsihə tabi olduğu kimi arvadlar da hər vəziyyətdə öz ərlərinə tabi olsunlar. Ey ərlər, Məsih imanlılar cəmiyyətini sevib, onun uğrunda özünü fəda elədiyi kimi siz də arvadlarınızı sevin. Məsih bunu ona görə elədi ki, cəmiyyəti su ilə yuyub kəlamla təmizləyərək təqdis eləsin və beləcə cəmiyyəti ləkə, qırışıq yaxud başqa qüsuru olmadan izzətli şəkildə, müqəddəs və nöqsansız olaraq öz hüzuruna çıxarsın. Ərlər də eyni şəkildə arvadlarını öz bədənləri kimi sevməlidirlər. Arvadını sevən özünü sevir. Çünki heç kim, heç zaman öz vücuduna nifrət eləməz. Əksinə, Məsih cəmiyyətə yanaşdığı kimi onu bəsləyib qayğısına qalar. Axı biz onun bədən üzvləriyik. Buna görə də kişi ata-anasını tərk eləyib, arvadına qovuşacaq və ikisi bir bədən olacaq. Bu sir böyükdür. Mən bunun Məsihə və cəmiyyətə dəxli olduğunu söyləyirəm. Sizə gəlincə, qoy hər kəs öz arvadını özü kimi sevsin. Arvad isə ərinə ehtiram eləsin.